Neçəlidir bu işlə məşğulsan? 2 yaşından təsərrüfatla məşğulam. Hayda, bu nə idi? Səhər 7-nin yarısıdır. Artıq hamı oyanıb. Sabahınız xeyir. 7. Saat 6:36. Təsərrüfatda artıq hamı oyanıb. Səhər sağımının vaxtıdır. Baxın, inəklər sağıma gəlib. Sabahınız xeyir. Qardaş, nə tez oyanmışsınız? Saat 5'te dururam. 6'ın yarısı gelirəm fermaya. Ya bu iş budur da, yəni səhər sübh tezdən oyanmalısın. Mən gecikmişəm. Bayırda traktor var, artıq yemi qarışdırıb bir parça yemi verib, amma mən gedib indi ona kömək edəcəm. Növbəti dəfə heyvanlara, inəklərə yemi özüm verəcəm. Qardaş, salam aleyküm, sabahın xeyir. Salam aleyküm, sabahınız xeyir. Adın nədir? Adım Nağıdır. Kömək eləməklə qalxım var, Nağı. Baş üstə. Ya, hoppa! Dəyişiyorsa qardaş. İndi mala yem hazırlayırıq, səhər yemi. Aha. Bura sən artıq nəsə qatmışsan. Hələ 28 baş mal üçün rasyon hazırlayırıq. 27 kilo qarğıdalı vurmuşam. İndi vuracaq 18 kilo da arpa. Qarğıdalı Çəkilmi- silosu. Yox, çəkilmiş qarğıdalıdır, silosunu sonra vuracaq. Silosunu da oradan gətirəcəksən. Orada ambar var. Gedirik də ora, buradan gedəcək otun, samanın, Aha. silosunu vuracaq, sonra gedəcək yem ambarına. Orada da yemlərimiz var, vitaminlərimiz var. Kömək eləyim də sənə. Heç nə eləyək də. Səhərin bu çağında heyvanlara yem vermək vacibdir. Əlbəttə ki, vacibdir. Bir parça vermirsən yem, Hə, görürəm. bir hissəsini vermişəm. Bunu qarışdıraq. Bu mixture aparatına, qarışdıran aparata Aha. daxil eləyək, sonra nə lazımdır gətirək. Bəli. Heyvana yem verəndə mən sənin yanında olmaq istəyirəm, icazənlə. Olsun. Olar mən boşaldım bunu? İndi gedirik otun vurmağa. Atın vurmağa. Düşək onda. İcazə olar mən sürüm. Hə, olar. Getdi. 5 dənə at soğ bəs eləyər. Bunu çəkirik, bu elə bil ki, yuxarı qaldıracaq. Aha. Bu içəri qatdalayacaq. Nə qədər su vurursan? o yem? 110 litr. Bu yem nə qədər bəs edəcək heyvana? Gün ortaya kimi. Bulaqda var, yuxarı başa verəcək. Hə, orada yoxdur, düzdür. Neçəlidir bu işlə məşğulsan? 2 yaşından təsərrüfatla məşğulam mən. Balaca vaxtımı. Həyatımızda təsərrüfat olub, atadan, babadan. Babada. Babada, hə. Yəni gözün açıb həyatdakı Hə. təsərrüfat görmüsən və Hə, hə. evdə də kömək eləmişsən də, əlinə. Hala da baxmışam, brigadirdə olmuşam fermada. Sənətimiz budur da. Kardanı qoşaq, bunu kolla arxaya. Bu tərəfdən ikinci risəqi çəkirik, 4-ə kimi gəlsin də lent hadisəyə açır, qapısını açırıq. Bunu Aha, çəkək özümüzə. Oradan da baxırıq, 4-dən keçdi saxlayacaq. Çəkək, çəkək. yaxşıdır. Yaxşıdır, geçsin. Hə, Qubadakı fərdi təsərrüfatda işim yekunlaşıb. 2 gündür buradayam. Bugün sübh tezdən oyanıb fermadakı işi sizə göstərdim, elə özüm də işlədim. Cins heyvandarlıq təsərrüfatında inəklərlə elə dostlaşmışam ki, heç getmək istəmirəm. Hər işdə olduğu kimi, kənd təsərrüfatında da sevgi və zəhmət çox vacib. Belə olmasa, uğur qazanmaq mümkün deyil. Beləcə Qubanın Küçəyi kəndi ilə sağollaşıb yola düşürəm. Yol demişkən, kənd yollarına biraz əl gəzdirilsə pis olmaz. Axı yol mədəniyyətdir və bu yolların yaxşı vəziyyətdə olması təsərrüfat işi quranların xeyrinədir. Yollarınız abad, işləriniz avand olsun, kənd adamları.